Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Sürətli şəkildə bir gün öncədən bu videonu çəkirəm və sırf demək olar ki, futbol biliyindən metrikalara və bəzi oyunlarda, əmsallarla çıxan bəzi şeylər var deyə onların sizə pasını verəcəm. Riskli seçimlərimiz olacaq. Sizdən sadəcə bir dənə xahişim var ki, videonu bəyənəsiniz. Bu zəhmətin, əziyyətin qarşılığında bir video buraxılışın çəkilmə prosesini sadəcə sizə deyirəm. Komandaları analiz eləmək, əmsallara baxmaq, metrikalara baxmaq, oyuncuların itkilərinə baxmaq, hansı komandada hansı oyuncular yoxdur, niyə yoxdur və onların turnir cədvəllərindəki mövqeyinə baxmaq və əmsalları dedim zaten, bu prosedurları dedim. Sonra gəlirsən, otursan, burada çənəvi yorursan, sonra gedib hələ bunun montajını edirsən. Bəzən nəsə texniki məsələ olur, təzədən çəkməli olursan. Buna görə məncə bir bəyəni sizin üçün çətin bir şey deyil. Əlimizə yapışmayacaq, heç kimin, necə deyərlər, bundan kasıblamayacaq, mən burada milyoner olmayacağım, arxayın ola bilərsiniz bundan. Getdik dostlar, bəzi xəbərdarlıq oyunlarımda olacaq, ağlınıza batırsa, sürətlənək. VIP qrupunun nömrəsi aşağıda, Telegramın linki aşağıda və nəyi unutdum? Saytımızın da linki aşağıdadır. Uğurlar, bol şans hamıya. Əsas analiz sizin analizinizdir, bunu da heç vaxt unutmuruq. Yuxudan təzə durmuşam, ayıq başla istədim analiz edeyim. Çünki yuxulu onda istərsiniz ab-havaya da təsir edir, danışığa təsir edir. Belə. Yəni qüsurumuz varsa olacaq təbii ki, əfv ola indəndən. Kayseri Başakşehir spor oyunundan başlamaq istəyirəm. Nəyə görə başlamaq istəyirəm? Adətən bizdə açılış seanslarına Türkiyədən oynayırlar. Bu oyuna çox qəribədir. 2 dənə oyun çıxdı. İkisi də Türkiyə Super Liqasından. İkisi də alt yox gol bitib. İkisi də düzdür. Heç bir bu komandalardan olmayıb. Amma çıxıbsa məncə uzaq duraq. Düşüncəm nədir? Başakşehir uduzmaz. Kimsə deyə bilər ki, yaxşala. Məsələn, bir də başqa oyunda var. Orada da deyəcəm. Amma full çəkmək adına o yaxşala deyənlər var bəzən. Əminəm ki, var. Full çəkmək adına bu 1.30'ları, 1.40'ları da istifadə eləmək olar. Nə bilim, kimsə bəlkə 1 manatlıq kuponcu əldir. Başakşehir uduzmaz. Amma Türkiyə Liqası olduğunu nəzərə alaq. Burada əsas məsələ Kayserinin nə oynayacağıdır. Nəsə, bu oyunun detallardan çox getmək istəmirəm. Əmsallarla zaten nə çıxır? X2. Baxın. Celta Leganes oyununu buraxacam. Nəyə görə? Çünki burada bir şey çıxdı. Fərqli liqadan time oyun ssenarisi evə tərəf bir dənə oyun çıxdı. Mən dəyməyəcəm Celta'dır deyə. Bu arada Celta'nın belə bir statistikası var, amma əmsal o əmsal deyil ki, durub onu risk atasan. Favorit kimi başladığı oyunları bu il demək olar ki, hamısını Celta udub. Beynimdə biraz oynadım. Hə, Leganes time'da vurar, sonra Celta çevirər, ola bilər. Zaten Celta'nın oyunu ilə bağlı sizə keçən dəfə də metrika vermişdim. Bu komanda nə vaxt düşüş yaşayır, nə vaxt oyanır və s. və axır. Celta belə bu il yaxşıdır. Uduzduğu oyunlarda belə baxırsan ki, döyüşür həqiqətən də öz potensialı civarında, çərçivəsində. Amma biraz istədim bu oyunu buraxam. Niyəsini Villarreal'ın oyunu ilə bağlı indi sizə deyəcəm. İkisindən birini siz seçərsiniz. Yaxşımı? Parma Torino oyununa keçirəm. Raket seçimimiz olsun. Yəni Torino'nun bir topunu heç nə vermir. Parma'nın aşağı yuxarı nə oynayacağını bilərək. Və burada Torino'da təxminən nə oynayacağını bilərək günün təklisi kimi qoymaq olar. Gəlmə ehtimalı 1% deyək buna. Yaxşımı? Gəlmə ehtimalı 1%. Torino'nun 2 topu 2.24 əmsaldır. Çünki bu, belə deyək də, İtaliya A seriyasının qurmanları var. Bilirlər ki, bu liqada hansı işlər dönə bilir bəzən. Amma Torino'nun oyununu izləyənlər bilir ki, Torino bu il yəni Celta tipində heç kimdən qorxmadan oyunu oynayır. Bəzi, yəni alt komandası, 1-5 alt Torino'su, zaten bəzi oyunlarda o formada çıxır oyuna. Elə komandalara 2 top vurub yola salıb ki, adam şok olur. Como Venetsiya oyununda biraz korner oyununu oxşatdım. Mənim kornerlə bəxtim bilirsiniz, yaxşı deyil. Amma məncə burada Venetsiyanın da kornerləri ilə bu oyun, bir də Como'ya açılan əmsal da, okey, Como eyvallah, hörmətimiz var, yaxşı komandadır. Yaxşı investorları var, yaxşı komanda yığıb həqiqətən də Cesc Fabregas. Amma biraz manipulativ bir əmsal açılıb ev sahibinin qələbəsinə. Gəlsə belə oynamaram.
kornerlərə oxşayan bir oyundur. Como zaten korner oynayan komandadır. Venesiya arada belə 3-4 kornerdən belə oyunlarda dəstək verə bilir. Ağlınıza batırsa. Və keçirik Bundesliga-ya. Bayer Leverkusen Werder oyunu. Burada Werder'in oyununda belə bir şey var, səfər oyunlarında. Bu mövsüm səfərdə ikinci yerdədir bu göstəriciyə görə. Werder'in səfər oyunlarında 3.59 gol vurulur ki, biz kimdən danışırıq? Bayer Leverkusen'dən danışırıq da, qarşısındakı Bayer Leverkusen'dir. Bayer Leverkusen'in axır vaxtları bir Patrick Schick adlı problemi var. İndi nə vaxt özünə gələcək bilmirəm, bəlkə də bu oyundur. Dünən o gün analizində demişdim, Avroliqa analizində demişdim ki, Bayer Leverkusen'də dedilər ki, abi niyə Schick'i oynatmır? Patrick Schick'in düşüşü var, ciddi düşüşü var. Hətta yadınızda ötən tur St. Pauli ilə yoxsa Holstein Kiel'lə, onları həmişə qarışdıram, səfərdə oynayırdı, 2-0'da saxladı oyunu. Schick özü təkcə 300% moment qaçırdı. Bu eksperiment və rotasiya oyunu deyil, mənim şəxsi düşüncəmdir. Bu üç xalı cibə qoymaq oyunudur. Werder təhlükəli komandadır. Yabana atsan ikisini də vura bilər sənə. Ona görə də mən bu metrika ilə tanıdığımız Bayer Leverkusen, Ole Werner'in bəlkə də sonuncu oyunudur. Keçən dəfə demişdik, bəlkə axırıncı oyunudur. Torba tikirlər ona deyəsən. O yazdığı təzminat məsələsini danışmışdıq. Bəlkə də budur axırıncı oyunu bilmirəm, amma metrika ilə tanıdığımız komandaları ortaya qoyuruq. Bayer Leverkusen qələbə 1.5 üstü 1.30-dan yuxarıdır, mənə lazım deyil. Qələbə 2.5 üst 1.60 əmsaldır. Hə, Leverkusen partladacaqsa bazarı, eyvallah, yaxşı. Eləcək bir şey yoxdur. Bayer Leverkusen bu Werder'ə uduza bilərmi? Mən sizdən soruşam, yaxşı. Hə, atsan əmsal biraz yenə də burada manipulativ ola bilər, deyə bilərsiniz, amma fikrimcə ədalətli əmsaldır. Buraxa bilərmi? Əlbəttə buraxa bilər Bayer Leverkusen. Özdə ağır, sənin sistemində uyğunlaşmayan Hermoso sənin nəyivə lazımdır, mən bilmirəm. Jamal Musiala gördünüz, Hermoso necə keçdi? PlayStation-da elə şey eləyənməzsən. İnanılmaz bir fake idi həqiqətən də. Dortmund-Augsburg oyununda nə əmsallarla bir şey çıxır, nə metrikalarla. Augsburgu keçən dəfə sizə demişdim ki, bu komanda Freiburg'dan oynadı. Dedim, yazaq bir qırağa. 5 oyundur, yox gol oynayır. Freiburg. Kubok oyunu qarışıq. Kubok oyunudur biri. Kubok oyunu qarışıq, 5 oyunda yox gol oynayır. Açın, baxın elə belə. Bəzi oyunlar var, əminəm sizdə də elədir. Açırsan, H2H bölməsinə girib elə baxırsan ki, burada artıq o qalır bir dənə tam o fıstığı üstünə otuzdurasan, siropu tökəsən. 3-1-dir yoxsa 2-1-dir məsələn. Konkret bir oyundan getmir söhbət. Çünki adətən elə oynayırlar. Oxşadırsan oyunu. Burada da Augsburg yox gol oynayır, 5 oyundur. Amma Augsburgun Dortmunddan oyunlarını açın, baxın, özdə Signal Iduna Parkda. Bu Dortmundda axırıncı oyunda Bundesliga-da gol buraxmayıb. Məsələn, biraz belə də işin içinə gedirik. Amma biz axır vaxtlar nə deyirik? Qol-qoldan çalışaq, qaçaq. Ataq burada 2 və 3 ortalığa. 1.63 əmsaldır. Qol-qol ondan azdır. Çünki siz Allah mənə bağışlayın, zibili bizdən uzaq olsun. Zaten qol-qol görmürük, belə ssenarinin ardı olaraq. Qol-qoldursa, gəlin bir tıqda qaldıraq, 1-1-də qalmasın da 2-5 üst çıxaq. Bəlkə Dortmund çıldırdı, 3-ün vurdu. Bəlkə günündə olan Augsburg hər gəldiyində vurdu. Amma bunlar Dortmundla evində 90% hallarda özünüzə baxa bilərsiniz. Əsas da bu müasir son dönəmlərdə. 1+ qol-qol oynayıblar adətən. Anormal hesablar da çıxıb, baxın 5-4 idi, yoxsa 5-3 idi, belə 4-3 falan da olub. 5-1-lər var orada. Gəlin olsun 1+ qol-qol, 2.70 neçə əmsal? 2.70... Haradasan sən? Unutdum. Nəysə, onu baxıb yazaram bura. 1+ qol-qol oxşuyur. Biz ataq 2-5 üstü ortalığa. Kim vurur Allah işinə vand eləsin. Keçid oyunu oynayan, bu SND ilə falan bir yerdə, Dortmundda zaten evindədirsə Dortmund stabil olaraq 2 topu var. Bu arada Dortmundun 2 topu da yaxşıdır məncə burada. Vurar Augsburga, amma biraz Augsburg tərs təpə bilər. Bir də görürsünüz, Augsburg belə oyunlarda coşa bilir. 2-5 üstü o ataq ortalığa. Hə, Augsburgdan dolayı kimsə risk eləməsə, burada bu liqada komandalar var da. Məsələn, Bavariya ilə oynayır Bochum bu gün. Bochum'un adam biraz ehtiyat edir oynamağa. Hə, desəz ki, abi sən Allah məndən uzaq olsun, sağ ol şərhivə görə kim qınaya bilər sizi? Əksinə, əlinizi çıxaram. Belə. Holstein Kiel Stuttgart oyunu. Deməli, Holstein Kiel burada nəyə baxdım mən? Holstein Kiel burada mütləq momentlərə girəcək yoxsa yox sizcə? Yəni, demirəm ha, vuracaq. Yəni, mütləq momentlərə girəcək yoxsa yox. Əgər oyunlarını izləmişsinizsə,
Axırıncı oyunda da sayılmayan qolu var idi. Məncə təmiz qoldur, məncə. Amma bu komanda stabil olaraq vurur və bitmiş komandalardan biridir. Əslində riyazi olaraq şansları var. Hər oyuna final kimi çıxır. Qarşısındakı kimdir? 3 oyundan, son 3 oyundan birini bərabər, ikisini ucan Stuttgart. Stuttgartda, yəni demək istədiyim odur ki, ikisi də risk almalı olan tərəfdir burada. St. Pauli, Holstein Kiel üzr istəyirəm. Hər ikisinin riski qarşılığına məncə birini vurar. Bəlkə də ikisini vurdu. Stuttgartın biz qolun burada görürükmü? Qol və qollarını məncə görürük. Məncə də bu oyun 2-5 üst olacaq. Bu oyunun yeri gəlmişkən qol-qolu 1.57-dir, üstü 1.45-dir, qol-qolu daha yüksəkdir. Mən 2-5 üstü götürəcəm. Sırf Stuttgartda da işlər yaxşı getmir deyə. Belə bir şey var. Məsələn, saytımızda Avroliqa ilə bağlı, Konferans Liqası ilə bağlı müəyyən metrikalar var. Bu da maraqlı məqamdır. Məsələn, ki orada izah eləmişəm, niyə Cercle Brugge oyunu üstdür. Sonra götürüb öz-özümə fikirləşirəm ki, bu üstə gedərsə yəqin Cercle Brugge'nin, özü bu arada Cercle Brugge'nin qolu və 2 qolu Rangers'ın qolu ilə eyni əmsal idi. Banko əmsaldı o əslində. Vurmadı, qırmızı kart aldı. Rangers nə elədi amma? Vurdu, hətta ikincini də vurdu, hətta üçüncünü də vurdu. Düzdürmü Fənərbağçı? Bu arada Fənərbağçəlilər var idi, üstümə yaba ilə dəryazla qaçırdılar. Mən yazanda ki, sənin Fənərlə problemin nədir? Rangers'dan düşəndə mən nə yazmışdım Telegramda? Düzdür, burada Kadıköydə 2-2 gözlürdüm. Ona görə biraz o mənə çaşdırdı. Amma mən sizə nə demişdim ki, Rangers'ı keçmək çox çətindir. Evində 3 dənə yedin və gündüzlə yazışırdıq, şərtdə olan Gündüz Abbaszadə ilə. Gündüzə yazdım ki, abi, fasilədə yazışırdıq. Dedim ki, abi, Rangers'ın ehtiyatda oturan oyuncularına bax, optimal heyətdən oynamır, hələ üçün vurub. Yanis Hacı sonradan girdi, İqaman sonradan girdi. İqaman dəhşət oyuncudur. VIP qrup əhli bilir ki, mən hər dəfə onun qolunu verirəm. 2.50-dən aşağı olmur. İqaman dəhşət oyuncudur. Və s. və ilə. Mark Kostland əsas oyunculardan biri. Yəni bu əsas heyətin üzvləri deyil dostlar. Onu və Barry Fergusonu necə gətiriblər? Acun istəyib deyə gətirməyiblər. Alikos günü xilas eləmək üçün, mövsümü xilas eləmək üçün, xəyal satmaq üçün gətirməyib. Anket açıblar, keçirdiblər. Bütün hamı səs verib ki, demək olar ki, əksəriyyət, yəni buradadırsa artıq əksəriyyət, səs verib ki, bizə Barry Fergusonu gətirin. Orada başqa variantlar da var. İndi biri Steven Gerrard'ı qaytarın, amma Steven Gerrard'ın kontraktı falan var da, yəni o qayıtmaz ora. Şəllənir özü üçün. Belə dostlar. Yəni Fənərlər inciməsin, bu reallıqdır. Belə. Cercle Brugge oyunundan ona görə misal gətirdim, biraz kənardaşlıq söhbətdən. Burada da məsələn mən yenə də onu sübut elədi ki, Yagellonia bir tərəfli üstə apardı. Valla mən sizə deyim ki, elə futbol elə bir oyundur ki, burada Holstein Kiel burada tək başına üstə apara bilər oyunu. Belə. Wolfsburg St. Pauli oyununa keçirəm. Canlı pası verəcəm və əmsallarla bir anormal bir şey çıxır. Oyunlara baxdım biraz. Dedim gəlin bir yerdə yoxlayaq. Günün anormal raket yoxa, bu atom bombası bir seçimi olsun. Amma xahiş edirəm buna təkil oynayaq. 5-dən ondan ataq gözləyək. Yansa deyək ki, ilkindən oturub sağ işləyirəm. İlkinin dədəsinin cibinə getmir də bu pul. Nəzərə alaq bunu. Deməli, Wolfsburg St. Pauli oyununda, Wolfsburgun oyunlarında bu mövsüm 75-ci dəqiqədən sonra 24 qol vurulub 75-dən sonra. Rekorddur və liqanın ən yüksək göstəricisidir. Paralel olaraq rekorddur. 75-dən sonra 24 qol doğrudan anormaldır. Əmsallardan 2 oyun çıxdı burada. İkisi də 4-5 üst. Wolfsburgun 2 topu da əmsallarından çıxan bir şeydir. Əmsalı varsa götürə bilərsiniz. 4-5 üstün əmsalına baxdım. 5.95. Elon Musk'ın raket seçimi. Bu Amerikanski şey. Tesla'nınki olsun qoy. SpaceX seçimi olsun qoy bu. 3.5 üst 3.05'dir. Gəlmə ehtimalı 1%. Yaxşımı? Çünki əmsallarla çıxıb. Belə baxdım əslində. St. Pauli 4 oyunda qol vurmur dostlar. Və yox qol avtomatik olaraq da. 5 oyunda 6 oynayır bu komanda. Bəlkə də o oyun bu oyundur, partlaya bilər. Bu oyuna diqqət eləyin. Əmsallar sizi heç vaxt çaşdırmasın ki, 1.47 gələr, 3.05 gəlməz. Bir də görsən 3.05 time'da gələr, 1.47-ni 90'a qədər sıxarsan. Futboldur bu. Biz burada bir sutkadan da çox, əvvəl mən saat 16:30-da bu videonu çəkirəm bugün, 5-ci gün. Bunu nəzərə almaq lazımdır. Brighton Fulham. Bu da olsun SpaceX seçimimiz. X 3.40 əmsaldır. Ekranda görürsünüz, yəni əmsalın özünü görmürsünüz. X əmsaldır bu. 2 dənə oyun çıxdı əmsallarla, daha doğrusu.
Bilməm, olarmı o bu hesab bilmirəm, yazdım bir kənara. Amma X-a oxşuyur. 3.40 əmsaldır. Crystal Palace Ipswich. Burada əmsallarla birisiz nə çıxır? Ev 1.500. 1.47 əmsaldır. Amma Crystal Palace evində metrika ilə də bunu önə çıxardırlar ki, qardaş, bu komanda evində 9 oyundu stabil buraxır bu mövsüm. Son 9 oyunun hamısında buraxıb. Bu daha düzgün ifadə olar da, cuk qoturan ifadə olar. İndi məsələ nədir? Burada Ipswich hər oyuna final kimi çıxır, düzdürmü? Amma bu ev 1.500 də əmsallarla çıxan bir şeydir. Deyir tərəfə getmə. Orada baxın çıxan əmsalları deyim, hesabları deyim sizə. 2-3 və 4-0. İkisi də Premier Liqanın oyunlarıdır. Başqa da oyun çıxmadı. Amma dostlar, Matetanın zədələnməsini görmüsünüz də. Mateta təbii ki, bu oyunu oynamayacaq. 27 tikiş atılıb qulağına. Bu adam balası deyil bu qapıcı. Bu sən nə düşünürdün bilərəkdən ayağının altı ilə bu səviyyədə adamın başına buradan da belə deyək, soldan. Oyuncu o da Mateta da topa çatırdı faktiki. Bu qeyri-insanlıqda belə şey eləmək olmaz. Ürəyim ağrıdı həqiqətən, çox pis girdi. Ayağın altı ilə dost abilər, yəni bəlkə də kimsə bilmir deyim. Ayağın altında butsu de bu. İğnə kimi olur. Niyə? Çünki ota tam otursun, otu cırmaqlasın ki, sürüşməyəsən də belə deyək. Qazonu. Və onu təsəvvür etsəniz itidir. Qabaq olsaydı lap pisdir, boltlar falan vardı, yazıdı. Məndə vardı, atamdan qalmışdı bir dənəsi. Deməli, ev 1.500 ağlınıza batırsa əmsallarla çıxır. Amma paralel olaraq hesabları dedim axı sizə, əmsallarla çıxan həm də nədir? 2.500, düzdürmü? Baxın özünüz, bunu sizə bıraxıram. Biraz qəliz oyunda niyə görə? Çünki Crystal Palace Matetasız necə oynayacaq? Matetasız ora kimi bıraxacağı önəmlidir o zonaya, 9 nömrəyə. Bəlkə də gəzgin forvardlardan biri kimsə olacaq, tipik 9 olmayan. Onda da mən fikir, Glasner çox yaxşı məşqçidir. Ipswich'də nə qədər təhlükəlidir biz hamımız bilirik. Ipswich'də hər oyuna final oyunu kimi çıxır bu arada. Və Dilap'ı qoyurlar ortalıqda, mərkəz zonasında. 10 nəfərdən az qala müdafiə olunub, hop, Omari Hutchinson falan uçduq, getdik, Dilap'ı tapdıq, o da vurdu. Təxminən belə oynuyorlar da, Nottingham'i kubok oyunda da vurdular. Nottingham kimi komandaya. Çünki Nottingham balanslı müdafiə olan komandadır. Və mən də burada deyirəm ki, dostlar, 2-500 oynamaq olarmı? Məncə canlıya buraxın onu. Ev 1-500 ana kupona girərmi? Biraz ondan da ehtiyat edirəm. Çünki kim vuracaq o 1-500'dür? Ev 1-500'dür. Biraz çox sürətli atla, biraz azacıq ondan zəif olan at sanki burada yarışacaq. Amma o atın bir ayağı zədəlidir. Çünki Mateta yoxdur. O tökəzləyə bilər, bax o sistem. Baxın, yəni bu oyunu sizə buraxıram. Mən fikrimi və datanı sizə hər şeyi izah elədim. Zaten metrikanı oyuna atıblarsa məncə bu oyunun qol-qolu var. Biz qol-qolu bir tık qaldıraq yuxarı olsun 2-500. Yaxşımı? Mən yəni ardını gətirirəm də ssenarinin. Liverpool Southampton. Liverpool'u bir dəfə də bu formada dəyərləndirmişdik. Southampton, Liverpool hardan baxsan, belə biraz diqqətlə baxsan 4-0 sanki görsən orada da, düzdür? Amma Liverpool abilər çox yorğundur. İnanılmaz yorğun bir səfərdən qayıdır və belə bir metrika var. Bunu bir dəfə də demişdim və 3-1 qutarmışdı. Ipswich'dən oyunu idi. Ipswich vurdu, 3-1 qutardı. Sizə mən başlayın qıl yazdıq. Burada deyirlər ki, dostlar, bax bu çox riskli seçimdir bu arada. Yalnız 19 oyundan ev oyununa, son 19 ev oyunundan Enfield'dakı cəmi ikisini 3 top fərqlə udub Liverpool. Qonağa 3 fora versək və qonaq udsa 1.78 əmsaldır. Bu oyunun düzü nədir, siz məndən yaxşı bilirsiniz. Bəlkə də yüklü kimsə oynamaq, əmsalı varmı, inanmıram. Liverpool'un 1.500'ün hətta əmsalı açılsın. Komanda kimdən oynayır? Southampton'dan. Belə, biraz da Southampton burada nə oynayacağı önəmlidir. Çünki Southampton'ın A planı var, bir də A1 planı var. Günümüzdə olaraqsa birini vuraraq söhbətidir, indi bunlarda. Belə. Deməli, Alaves Villarreal, bayaq dediyim mövzunun davamı olaraq. Burada da Rayo Vallecano Bilbao oyunun əmsallarıdır. 1-0 taimdə qutarıb, 1-dən 2 olub sonra. Bir dənə beynimi qurdalayan nədir? Bu, Alaves və Villarreal oynayır. Villarreal niyə belə yüksək əmsal açılır, mən başa düşə bilmirəm. Səbəbini bəlkə siz bilirsiniz. Elə belə bir datanı atdım, özünüz baxın, metrika ilə də işlə normal çıxmır. Bilmirəm, ağlınıza batırsa, görün nə fikirləşirsiniz bu oyunla bağlı. Yəni, bir gündə ola bilər. Məsələn, İtaliya A seriyasında ötən həftə 2 dənə time oyun oldu da, düzdür? Hətta axırıncı da az qala gəlirdi, olmadı. Burada eyni gündə 2 dənəsi olarmı? Ümumiyyətlə, hansısı olacaqmı hələ o sual altındadır. Çıxır da, indi o deyil. Mən əsas meyarım nədir? Time oyunlarda başqa şeydir də. Birinci futbolu beynimdə oynayıram. İkincisi, əmsallarla özləri və yaxud ki, özlərindən biri hansısı oynayırsa, onu da götürürəm. Belə.
Hə, Villarreal buraya yazmışam. 2.38 atıb Alaveslə səfərdə oynayır. Niyə bilmirəm. Səbəb maraqlıdır. Deməli, növbəti oyunumuz Lecce Milan oyunu. Burada Verona Juventus oyununun ötən mövsüm keçirilən Verona Juventus oyununun əmsallarıdır. Ötən mövsüm yoxsa 2024-cü il əlqərəz. Verona Juventus oyunun əmsallarıdır. Timdə 1-1 olub, oyun 2-2 olub və olarmı Milanın durumunu görürsünüz dostlar. Məncə Milan yenə də buraxar. Niyəsini də əsaslandırmaya çalışacağam. Bir şahmat oynayacağıq. Tələsmin. Deməli, məncə Milan da bunun qarşılığını verər. Milanın Lecce ilə oyunları həmişə dramatik olur. Bir də Cagliari'dir də, bunu həmişə demişik. Gol məncə yaxşı olar bu oyunda, alınca batırsa. Metrikalar burada deyir ki, Lecce'nin oyunlarında adətən ikinci hissə X olur. Bu biraz qeyri-ciddi bir seçimdir mənə görə. Ona görə dəymədim. Belə. Gözləyirik Inter-Como oyunu ilə bağlı deyəcəklərimi. Hələlik isə Brentford-Aston Villa. Məncə gözəl bir oyun olacaq. Üst yaraşar bu oyuna. Time'da adətən Brentford vurur. Aston Villa'nın hücum kreativliyindən axır vaxtlar sizə danışdım. Yəni günah olar bu oyun üst olmasa. Alınca batırsa 1.45 əmsaldır. Lille Montpellier 2-dən oyun çıxdı. 3-1, 4-1. Lille'in yorğunluğundan dolayı. Bir də Dortmunddan hələ növbəti oyunu var axı Lille'in. 1+1-5 üst oynamaq olar, amma geniş kupona qoyaq bunu. 1+ gol oynamaq olar buna. Amma Montpellier də bitmiş komandadır axı, düzdürmü? Lille də açıblar, yəni 1.29, 1.30 civarında. Alınca batırsa dostlar, Lille yaxşı komandadır, bilirsiniz. Yəni bu oyunun düzü həqiqətən də yorğunluğu falan işin içinə qoyuruq. 1+ gol 2.70'dir. Düzü budur. Amma hə, bu əmsallar bizə ona işarədir ki, Montpellier vurar, nə bilim, görsən hesabda, orada bəzən bizdə belə eləyirlər axı, mən Montpellierin qolunu izah eləmişdim. Yox, sən burada 3-1, 4-1 demişsən, deməli evin 2 topunu izah eləmişsən ilk növbədə, evin qələbə 1-5 üstünü izah eləmişsən. Belə, yəni ağlınıza batırsa, mən burada heç vaxt heç kimə saxtakarlıq eləməmişəm. Siz hər şeyi özünüz görürsünüz burada. Lecce Milan oyunun davamı olaraq Inter Monza oyununa Inter-Como oyunun əmsallarını açıblar. 2-0. Bitib. Bu hesab proqnozu deyil. Məsələn, dünən Inter Miami'nin oyunu vardı axşam. Mən xatırladıram ki, mən cümə günü 16:30-da çəkirəm də bu videonu. Inter Miami Cavaliers adlı bir komanda ilə oynayırdı. Bir dənə oyun çıxdı məndə. Birinci hissədə 1-0, oyunda 3-0 qutarır. Inter Miami necə oynadı? Birinci hissədə 0-0, oyunda 2-0 qutardı. Qələbə 2-5 üstü 1.20 əmsal yox idi. Bax belə. Sözümün canı, mən burada hesab proqnozu vermirəm. Amma bu biraz bizə böyük bir mənzərəyə baxmağa kömək eləyir. O şəklin böyük bir tərəfinə baxmağa kömək eləyir. Inter'in oyununa nə çıxmışdı? Milanın oyununa Lecce'nin nə çıxmışdı? Bizdə adətən bu şahmat oyunları da bizə kömək eləyir də. Orada gol tappa-taraf gözlənilirsə, burada bəlkə də alt ola bilər. Sözümün canı, Inter'in qələbə 1.5 üstü, 1.19, 1.20 civarındadır. Qələbə 2.5 üstündə də biraz adam risk eləmir. Çünki Inter yorğundur, Rotterdamdan qayıdıb Çempionlar Liqasından və növbəti oyuna hazırlaşmalıdır. Udmalıdırmı? %100%. Çünki Napoli'nin oyunda göstərdi ki, mən çempionluq yarışında axıra qədər varam, amma ikinci hissədə yox idi Inter. Belə. Qələbə 3-5 alt 1.88 əmsaldır Inter'in oyununda. Ağlınıza batırsa, mən bunu izah eləməyə çalışdım sizə. Biraz da bu Dimarco falan yoxdur axı. Inter çox risk eləyərmi? Birinci hissədə vurar, adətən Inter bilirsə ilk 15-20 dəqiqədə vurmağı sevir. Ötən verilişlərdən, buraxılışlardan bu yadınızda qalıb yəqin ki. Evində elə oynayır. Sonra hesabın üstünə biraz yatar, top dığırlar, ikincini vurar, məsələndir amma. Birini də buraxsın, məsələn 2-1, oyun 3-5-6. Xaricdə oynayanlar lap yaxşıdır, 4-5-6 ilə götürə bilər bunun qələbəsini. Yəni bu oyun 6+ falan olası deyil, mənə görə. Belə dostlar, mənim izah edəcəklərim budur. Uğur olsun sizə, Allaha əmanət olun. Nə yaxşı ki varsınız, çıxanda bir qapını örtmədən qabaq like-a bassaz. Mən də sevinərəm, növbəti gün üçün daha yaxşı hazırlaşaram. Zaten bundan yaxşı hazırlaşmaq olurmu mən bilmirəm. Qalanı şans işidir, meydanda olanlardır. Öpürəm sizi dostlar, Allaha əmanət olun.